Kopyalamırıq. Sözlər və ifadələri dəyişirik, özdə düzgün sinonimlər verməklə, düzgün əvəz etmələr verməklə. Quruluşu dəyişirik. Quruluşu hər zaman dəyişməliyik deyə bir şey yoxdur, amma dəyişsə çox yaxşı olar. Dəyişə biliriksə dəyişsə çox yaxşı olar. İndi quruluşu dəyişmək necə olur? Ondan ətraflı danışacağım, narahat olmayın. Amma əsas məsələ odur ki, siz dəyişdiyiniz söz ümumi cümlənin mənasına təsir eləməsin. Ümumi cümlənin mənası dəyişməsin. Bax, əsas məsələmiz budur. Birinci, necə dəyişə bilər? Müxtəlif yollar deyəcəm. Birinci, close ya da opposite meaning verməklə. Close, opposite meaning nədir? Close meaning sinonimdir, opposite meaning antonimdir. Məsələn, gəlin bir dənə burada cümləyə baxaq. Burada qalmağıma etiraz eləmədi, çünki mən sözümü tutdum. Bu cümləni dəyişmişəm 2 dənə versiyada. Birində sinonim verməklə, birində antonim verməklə. Amma baxın, cümlə quruluşu eyni qalıbmı? Qalmayıbdır. Məsələn, mürəkkəb cümlədə düzdür, baxın. Kate didn't mind my staying here bir cümlədir. Because I kept my promise bir cümlədir. O iki cümlənin yerini dəyişsə bir şey dəyişməz. Deməli, because I kept my promise olan hissəni əvvələ gətirmişəm. Orada da because'ın yerinə as yazmışam. As I didn't break my promise. Niye orada kept my promise yazmadık, break yazdık, antonimini verdik. Özdə antonimini verəndə nə elədik? Cümləni inkarda dəyişdik. Kate də mənə orada qalmağa icazə verdi. Burada deyir ki, mənim orada qalmağıma icazə eləmədi. Mən etiraz eləmə sözünü dəyişdim, icazə verdi. Etiraz eləmirsə deməli icazə verir, düzdürmü? Let me be there də yaza bilərsiniz. Orada olmağıma icazə verdi ya da orada qalmağıma icazə verdi. İkinci, sinonim verərək dəyişmişəm. Bayaqkında mine'da etiraz etməyə icazə verməyə antonimini verdim. Sözünü tutmağa da sözünü tutmamaq antonimini verdim. İndi isə sinonimlə dəyişəm. As I honor the promise. O səbəbdən ki, mən sözümü tutdum. Kate didn't object to me being there. Kate didn't object. Object etiraz etmək deməkdir. Mind etiraz etmək. Sinonim sözlərdən cümləmiz imkan verirsə, məlum növü, məchul növü, active voice-ı, passive voice-ı keçirə bilərik. Məlum növü, məchula keçirə bilərik. Məsələn, bu cümləyə gəlin bir dənə fikir verək. The company doesn't allow the workers to make private calls during the work hours. Bu cümləni biz necə dəyişdik? The staff are forbidden. Görürsünüz, bunu çəkirdik birbaşa məchula. İşçilər, staff işçi heyəti deməkdir. The staff are forbidden. İşçi heyətinə qadağan olunub to phone for personal purpose. Personal purpose bərabərdir burada private call-a. Özəl zəhlə, şəxsi məqsədlə zəng vurmaq. Phone for personal purpose. Şəxsi məqsədlə zəng vurmağa icazə vermir. Deməli, while they are at work. Onlar işdə olarkən. Burada during the work hours-ını nəyə dəyişdik? While they are at work. İşdə olarkən. Relative pronounslardan istifadə edə bilər, nisbə vəziflərdən. Gəlin bir dənə baxaq bu cümləyə. The charity organization has collected enough money for the needy people. Deməli, ehtiyacı olan insanlar üçün xeyriyyə fondu, xeyriyyə təşkilatı kifayət qədər pul toplayıb. İndi gəlin bunu dəyişək. Xeyriyyə fondu, xeyriyyə təşkilatı eyni şeydir zaten. The charity foundation collect yerinə raise money deyəsik, pul yığmaq, pul toplamaq. Has raised enough yerinə isə plenty of işlədəsiyəm, istənilən qədər. Plenty of money for the ones, o şəxslər. Baxın, burada deyir ki, for the needy people, ehtiyacı olan şəxslər. Amma biz deyəsik ki, for the ones who are in need. Kimlər ki, o şəxslər, kimlər ki, ehtiyac içindədir. Baxın, bu nisbə vəziyinə izah verdim. Və ya burada for the people da verə bilərdik burada. Məsələn, ones yerinə o şəxs, onlar, o insanlar yerinə people da verə bilərdik. For the people who are in need. Modal feillərində bağlayıcıların da sinonimləri var. Onları da dəyişə bilərik. Onlar da bizə puan verir, bal verər. Məsələn, cümləyə bir dənə baxın. The teacher and the students could do that exercise. O çalışmanı müəllim və şagirdlər edə bildi. Bu cümləni biz belə dəyişə bilərik də. Həm şagirdlər, həm də müəllimlər o çalışmanı edə bildi. Təkcə müəllim deyil, həm də şagirdlər o çalışmanı edə bildi. Gördünüzmü? Buna əlavə eləməklə məna dəyişirmi? Dəyişmir yəni. Both and birləşməsi var. Həm də deməkdir. Both and-lə verib da verə bilərik. Not only but also ilə də verə bilərik. Both and-i əlavədən yazmışam yuxarıda. Mən not only but also-dan istifadə eləmişəm. Siz both and-də istifadə edə bilərsiniz. Both and həm də deməkdir. Both and nə deməkdir? Həm də. Not only the teacher, təkcə müəllim yox. But also the students, həmçinin də şagirdlər. Burada isə could-u dəyişirəm. Were able to-ya. Be able to ifadəsi zaten kəndən eynidir. Onun sadəcə fərqi odur ki, bütün zamanlarda işlənə bilir. Burada isə could-u dəyişdim. Were able to do. Exercise sözündə task-a dəyişdim. Homework da deyə bilərsiniz hətta. Task, homework, exercise sinonim sözlərdir. Gördünüzmü cümləmiz nə qədər dəyişmiş oldu?